Bu dəfəki saç rəngin çox möhtəşəm alınır. Ayda, sən bunu necə hiss elədin? Cəmi bir ton açmışam. Bəs diqqətçil olmaq lazımdır da. Hətta dırnağımı ilk dəfədir mavi rəng eləmsən. Çox möhtəşəm yaraşır. Ayda, sən necə bu qədər diqqətsiz olmusan? Məni çox təəccübləndirirsən. Mən hətta deyərdim ki, mavi rəng dırnaqla mavi rəng çanta çox gözəl yaraşar. Mənim o gün molda bəyəndiyim çanta, sən bu qədər diqqətçi ola bilmərsən, Emi. Bir daha sübut elədin ki, mən seçimimdə yanılmamışam. Üzr istəyirəm bir dəqiqə. Aycan Şahin. Qardaşım, uşaqlarla rayona gedirik 3 günlük, gələ bilirsən, hə? Yox, qaqa, mən gələ bilmirəm. Bilmirsən, mən icazə vermirlər. Niyə elə deyirsən ki, get də? Yox, sən razı olmursan axı belə şey. Mən razıyam, get istirahət elə. Dəli sən 3 günlük get oğlanlarla istirahət elə. Problem yoxdur ki. Yox, qəti yoxdur, narahat olma. Onda sən düşürdün mamancıla, mən gedim. Hə, yaxşı. Heç nə, brat, gəlirəm onda, davay.